Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. Amine ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu kavli. Qolmuş şeytanın şərrindən Allaha sığınıram. Rəhman, rəhim olan Allahın adıyla. Allahın salam və salavat olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi kanaldan izləyən dəyərli həmvətənlərimiz. Hər birinizi xoş gördük Quran elmləri dərsində. 364-cü video çəkiliş. Bugün 15 dekabr 2025-ci il. Bizim dərsimiz bu kitabda 149-a qədər oxumuşuq. Bir mövzu bitdi. Bizim dərsimiz nə idi? Quranın xəttləri, Osman Taha və s. haqqında biz danışdıq. Yəni biz bugün adəti üzrə gedişatla belə də keçmənə yeni dərsə, amma bizi kifayətlənmirəm. Sırf bu kitabla kifayətlənmirəm. Hər bir mövzu olduğu kimi bu mövzunu da digər mənbələrdən, digər maraqlı məlumatlar var. Bu kadar yoxdur. Bunları inşallah qeydləyəcəm. Bunu oxumuram. Yəni 150-yə mən keçmirəm. Bu qalsın inşallah gələn dərslərimizə. Deməli bizim mövzumuz nədir? Mən müəyyən mövzular qeydləyəcəm. Bu xətlə əlaqədar dərsimizə uyğun mövzuda. Məsələn da xəttatdıq nə deməkdir? Nə ona işimiz yox. Biz danışırıq Quran xətti barəsində. Məsələn, dünyada xətt necə yaranır? Məsələn, xəttatlar necə, neçə növ xəttlər? Olan işimiz yox. Mümkündür, ümumi adların qeydlə. Məsələn, da xəttatlıq, rəssamlıq, nəlim, xətt bu yox. Olan işimiz yoxdur. Qurandan dair. Elə şey var ki, məsələn, xətt dərs elminə aiddir. Olan işimiz yoxdur. Əsaslar mən qeydləyəcəm ki, hansı ki, Quran sahəsinə aiddir. Quranın ilk dəfə yazılan xətti barəsində. Bu kitab mənim qarşımda var. Deməli, fars ərəb dilindədir. Burada yoxdur. Bəzi burada müəyyən şey oxumuşuq. Bugün mən fərqli mövzu qeydləyəcəm. Və inşallah son danışacağım Osman Taha kimdir? Bu barədə mənim yazım olub 2017-ci ildə paylaşmışam. Osman Taha barəsində. Bugün inşallah həm öz yazımdan, həm də kitabda olan məlumatlar verəcəm. Osman Taha kimdir? Ki, hal-hazır bizim oxuduğumuz Quranın çap, xətt növü ona məxsusdur. Bilək də kimin xəttini oxuyuruq. Hicazda, Hicaz Məkkə Mədinəyə aiddir. Məsələn, Hicaz muğamı var. O vaxt məsələn Peyğəmbər yaşadığı Məkkə Mədinədə raic olan, populyar olan, daha çox yayılan bir muğam növüdür Hicaz. İslamın İlk çağlarında mən farsdan birbaşa tərcümə edirəm. Daha kitabı oxumuram. Mən kitab farsındadır. Burada da var, oranı deyəcəm. Hərəsin müəyyən formada. İslamın ilk çağlarında yayılmış xətt növü musnəd xətti idi. Biz oxumuşuq bu arada. Musnəd yəni ki, Hümeyri. Hümeyri və musnəd iki adı var. Ki, Yəmən cəmaatı buna addım atmışlar. Onlara məxsus bir xəttdir. İbn Xəldun deyir ki, Hümeyr üçün bir xətt var idi ki, adı musnəd idi. Hümeyr məntəqədir. Və onun hərfləri biri-birindən yazıdır ayrı-ayrı. Ya bir-biri bilincə birləşmirdi də. Məsələn, kitab yəndə ki, quyruq açsan iyə birləşsindir, yox. Yazır nə? Bizlər peçatmı? Yazır ayrı-ayrı. Başqa bir təhqiqatçı deyir ki, Cavad Əli tarixçidir, məşhur, müasir tarixçidir. O deyir ki, müəyyən şəxslərin təhqiqatından və qədim xətlərdən ki, bizim tanışlığımız var, bu əldə olunur ki, yəni araşdırmışıq, bu məlum olub ki, ibtidai xət, yəni ilk xət kimi məxsuslu idi, o, Ərəbistan yarımadasından əhalisinə məxsus olan müsnəd xətti idi. Amma Məsihi təbliğatçılarının Ərəbistan yarımadasına ayaq qoymasından sonra
Arami xətti ki, deməli şərqi kilsənin qələminə alınmış bir xətt idi. Bu yarımadaya daxil oldu. Deməli Məsihlər gəldilər Ərəbistana. Bu yavaş-yavaş müsnəd xətti unuduldu, yerin verdi kimə? Arami xəttinə. Digər tərəfdən tayfalar var idi ki, Hicazın şimalına yaşayırdılar. Nəbiti xəttləri onları var idi. Ənbat tayfasının Nəbiti xətti Ərəbistanın şimalına yaşayırdılar. Bu xətt deməli müsnəd xəttindən asan idi. Çünki müsnəd xəttində bir-birinə hərf birləşməzdi. Yazar ayrı-ayrı. Məsələn, mümkündür yazanda ayrı-ayrı bu hərf əvvəlki kəlməyə aiddirsə, o bu kəlmənin əvvəlcə hərfidir. Belə bir qaranlıq ortaya çıxsın. Cəmaət nə istəyir? Asanlıq olsun da. Deməli, qeyd edilənlər belə məlum olur ki, indi hal-hazırda Ərəbistan yarımadasında məşhur olan xətt ki, İslam müasir İslam ilk çağlarında müsnəd xətti idi ki, sonradan Kufi xəttinə çevrildi. Əvvəl müsnəd, sonra oldu nə? Kufi xətti və həmçinin Nəbti xətti də sonra onun yerini aldı. Sual var ki, məsələn, Quran hansı xəttlə yazılırdı? Zahirən, yəni belə görkən ki, əvvəllər nəsx xətti idi ki, Nəbti xəttindən əmələ gəlmişdi. Nəbtidəki müsnəddən sonra ortaya çıxıb. Sonra deyir, zaman ötdükcə Kufi xətti ortaya çıxdı. Müsnəd xəttini yerinə aldı. Müsnəd yəni ki, müsnəd və ya Xümeyri xətti. Sonra harasa 200 il müddətində belə bir metod davam elədi. Ta ki, deməli, 4-cü Hicri ilinin əsrin əvvəlinə qədər, bizim ilimizə harasa düşür 10-11-ci miladi əsrin əvvəlinə qədər İbn Məqələ ki, xəttat idi, məşhur İslam aləmində nəsx xəttinə yeni bir qayda qanunlar elədi, nəsx xəttini saxladı, amma biraz ola bilir bəziyərək, düzəldi, biraz boşluğu düzəltdi. Ondan sonra bugünə qədər də bu müshəf o xəttlə yazılır və bugün də həmin o xətt mövcuddur. Ona qalır o yazı xətti. Bu bir məlumatdır.